İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam edir. Bugün Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə, 177 nəfər yola salınıb. Onlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Şükür bu günümüzə ki, bugünkü gündə biz ailəli, hamımız dövlətimizə, hökumətimizə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Ali baş komandanın Allah ömrünü uzun eləsin. Ailəmdən, anamdan, nənəmdən, babamdan çox eşitmişəm rayon haqqında. İndi yaşamaq üçün qayıdırıq. Mən özüm müəlliməyəm. İnşallah yaxında orada da işləməyə başlayacağam. Bizim bu gündən daha sevinçli günümüz ola bilməz. Allah'tan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah prezidentimizi saxlasın. Bu günlərin biz qayıdırıq öz yerimizə, yurdumuza, Məmmədbəyli kəndinə yaşamağa. 27 yaşımda çıxmışam, 2 övladımla, ailəmlə, 2 dənə qaynanam vardı, qaynanamın qaynası dururdu da belə. Onlar üçü rəhmətə getdi, yoldaşım da. İndi oğlum, 2 oğlum var, bir oğlum da gələcək. İndi bir oğlumla qayıdıram öz kəndimizə yaşamağa. 5 uşaqla gəlmişəm və 5 nəfər idi, 3 uşaq, bir ailəmizi. Allah prezidentimizin canını sağ eləsin. 5 otaqlayıb verib yaşamız gedirik ora.